Xameneyidən Xameneyiyə ötürülən ilahi miras. İlahi Kərimə dövlətinin müqəddiməsini və zəminəsini hazırlamaq üzrə qurulan İran İslam İnqilabının şəhid Seyyid Əli Xameneyidən 30 yaş cavanlaşan Seyyid Müştəba Xameneyiyə möhtəşəm ötürülməsi. Bəs inqilabın yeni liderinin düşməni qorxuya salan xarakterləri və xüsusiyyətləri hansılardır? Bəlkə də inqilabın şəhid olan liderindən sonra, şəhid İmam Seyyid Əli Xameneyidən sonra düşmənin ən şiddətli hücumu birbaşa yönəlmişdi onun ikinci oğluna, yəni Seyyid Müştəba Xameneyiyə. Belə ki, çoxsaylı şayələr, media propagandaları, böhtanlar, təbliğ dalğaları, şəxsiyyət terroru və s. və s. hələ də davam edirdi. Təkcə indi deyil, illər boyu bu davam edirdi. İnqilabın mərhum şəhid olmuş lideri İmam Xameneyi, yəni Seyyid Əli Xameneyinin şəhid edilməsindən sonra belə Trump iddia edirdi ki, Seyyid Müştəba Xameneyini də terror edib və aradan qaldırıb. Bütün bunlar bizə göstərir ki, düşmən nə dərəcədə ümmətin yeni rəhbəri, inqilabın yeni rəhbəri İmam Seyyid Müştəba Xameneyidən qorxur və şiddətli çəkinir. Amma o düşmənin qorxusunun səbəbləri nədir? Düşməni qorxuya salan bir neçə xarakter İmam Müştəba Xameneyidə cəmlənib ki, onlara qısaca olaraq işarə eləmək istəyirik. Birincisi, İmam Xameneyinin çox yüksək zəkası və fövqəladə yaddaşı. İnqilabın yeni lideri ilə əlaqədə olan hər kəs onun barəsində vahid bir fikir bildirir bu barədə. Onunla əlaqəli olan bəzi insanlar deyirlər ki, o müxtəlif məsələləri təhlil eləyərkən eyni vaxtda və tez bir zamanda məsələlərin dərin qatlarına varid ola bilir və onları aşkar şəkildə təhlil edə bilir. Yəni, çox yüksək zəkası var. Və bununla yanaşı, onun güclü yaddaşı da var. O güclü yaddaş həm də o qədər güclüdür ki, bir neçə 10 illiklər əvvəllərdə baş verən hansısa bir hadisə və məsələ barəsində ətraflı və sənədləşdirilmiş, sanki kodlaşdırılmış şəkildə bu məsələləri yaddaşında saxlayır və lazım olanda öz fövqəladə zəkası ilə bunu birləşdirib, bir neçə məsələ formasına salıb, bir anda hamısını təhlil etmək və sürətlə təhlil etmək qabiliyyətinə malikdir. Bu, düşməni qorxudan birinci xüsusiyyətdir. İkinci xüsusiyyət, müxtəlif sahələrdə göstərdiyi şücaəti və cəsarəti. Belə ki, 8 illik müqəddəs müdafiə xatirələri göstərir ki, o dövrdə prezident olan atası Seyyid Əli Xameneyinin zamanında heç adı, işarəsi də olmadan indiki imamımız Seyyid Müştəba Xameneyi onun prezident oğlu olmasına baxmayaraq cəbhələrin müxtəlif yerlərində və aktiv şəkillərdə, müxtəlif əməliyyatlarda və döyüşlərdə adını belə bildirmədən şücaət və cəsarətlə birinci xarakterinin yanında, zəkasının və yaddaşının yanında tədbir və şücaətlə iştirak edir və mühüm rollardan oynayıb. Onun böyük ruhuna və yetkin şəxsiyyətinə söykənən cəsarət və şücaəti hal-hazırda Azadlıq Cəbhəsinin mərkəzini təşkil edən
İran İslam Respublikası Cəmiyyəti və onun atası şəhid İmam Seyyid Əli Xameneyidən, onun qanından cuşa gələn bölgə və dünyadakı dirəniş və müqavimət cəbhəsinin qarşısındakı bütün çətin və riskli yolları açır bu şücaət. Və bundan əlavə yeni rəhbərdəki bu şücaət böyük stimul yaradır azadlıq cəbhəsində düşmənə qarşı. Belə ki, düşmənin ən əsas silahlarından biri olan tamahlandırmadan sonra əsas silahı olan qorxutma və psixoloji müharibə silahının qarşısında İmam Seyyid Muştaba Xameneyinin bu fövqəladə şücaəti zəkası ilə birləşərək böyük bir maneə yaradır. Onun düşməni lərziyə gətirən və qorxuya salan üçüncü məxsusi xarakteri İslam dinini dərindən anlamasıdır. Hətta Meşkini, Ayətullah Meşkini, Allah rəhmət eləsin, böyük müştəhidlərdən biri olub. Onun oğlu ki, böyük alimlərdəndir. O deyirdi ki, İmam Muştaba Xameneyinin hələ əvvəlki dövrlərində, bir neçə il bundan öncəki cavan vaxtlarında deyirdi ki, bu adam elə bir həddədir ki, sadəcə rəhbərin oğludur deyə heç bir yerdə görsənmir, onsuz da təvazökardır, rəhbərin oğlu olduğuna görə şiddətli təvazökarlıq göstərir. Amma bu kişi hal-hazırda müştəhidlərin sırasındadır, özü də yüksək rütbəli. Ondan təqlid eləyə bilərlər. Bunu bir neçə il bundan öncə Meşkini ağanın oğlu söyləmişdi, Ayətullah Meşkininin. Hətta belə deyək, dini anlamaqda olan ciddi təlaşı, səyi onu ən yüksək alimlər sırasına çatdırır. Onun, burada dərs xaric deyərlər, xarici mühazirələri var ki, hətta universitet müəllimlərinin, ustadlarının mühazirələrindən daha anşılaq şəkildə keçirdi. Belə ki, məsələn, bir universitet ustadı bir günə uzaqbaşı 2 mühazirəsi olsun, mühazirədə də olsun 100 nəfər. Məsələn, ikisi bir yerdə. Amma bu kişi mühazirələr deyirdi, dinin ən dərin fikhi bölmələrindən ki, 1800 nəfər bir gündə onun mühazirəsində iştirak edirdi. Amma onun yenə də təvazökar xasiyyəti səbəb oldu, düşündü ki, mənim mühazirəmdə bu qədər 1800 adam iştirak edirsə, digər alimlərin mühazirələri boşalacaq dərslərdən və bu çoxluq kütlə bu tərəfə yönəlibsə, təbii olaraq digər alimlərin dərsləri, iştirakçılar azalacaq deyə istəmədi digər alimlərin şəni yerə düşsün. Ona görə də mühazirələrini tətil etdi. Yoxsa onun mühazirələri ən populyar mühazirələrdən hesab edilir. Və nəzərə alsaq da ki, İranda İslami dövlət struktura, İslami prinsiplər əsasında qurulub, qanunlar, İslami qanunlar və prinsiplərə və ideologiyaya əsaslanır. İmam Muştaba Xameneyi həzrətlərinin üçüncü ən güclü xarakteri olan dini dərindən anlamaq və dərin müştəhidlik həddində olması da düşməni qorxudan ən böyük xarakterlərdəndir. Ona görə ki, İslami prinsiplərə söykənən idarəçiliyin təməllərini və sütunlarını daha da möhkəmlədir. Dördüncü xüsusiyyəti ki, düşməni qorxudub, dostu fərəhləndirir, sağlam həyat tərzi. Həm fiziki, həm mənəvi, həm cismi, həm ruhi. Məxsusən də ruhi baxımdan ki, insanın insanlığında əsas olan xarakter, onun mərdliyi, əxlaqıdır, mürüvvətidir. O da öz ata-babaları kimi, atası şəhid imamımız kimi, babaları kimi,
düşmən nə qədər axtarırdısa, şəhid İmam Seyyid Əli Xameneyinin həyatından hətta Amerikalılar deyirdi ki, qara deyil, boz ləkə tapa bilməmişik. Eyni ilə İmam Muştəba Xameneyi bugünkü imamımız və rəhbərimiz də eyni xarakterlərə malikdir. Hətta o qədər bəsirət, sadaladığımız xüsusiyyətlər və dediyimiz bu ruhi sağlamlıq baxımından ali məqamlı şəhid rəhbərimizə bənzərliyi var idi ki, yaxından tanıyanlar, biz özümüz də söhbət edirik, deyirlər ki, bu kişi rəhbərin xüsusi, məsələn, ölkəni idarəçiliyində, məxsusən silahlı qüvvələr baxımından, təhlükəsizlik baxımından mesajlarını indiki imamımız Muştəba Xameneyi vasitəsilə ötürərdi. Və rəhbərə ötürülən ən məhrəm məlumatlar da bu kişinin idarəçiliyinin altından keçərdi. Növbəti xüsusi və lazımlı xarakteri budur ki, kifayətdir ki, bunu deyək. Böyük şəhid ailəsinin tərbiyəsini görüb. Atasını itirdi, şəhid edildi atası. Yoldaşı şəhid edildi, anası şəhid edildi. Ailə üzvləri şəhid edildi. Özü də yaralanmışdı. Və yaxın insanlar and içir ki, və təkid edirlər ki, möcüzəli şəkildə bu kişini Allah saxladı. Bu kişi şəhid tərbiyəsi görən bir kişidir. Şəhidin də qanı necə ki cəmiyyətləri oyadır, bugün bütün dünya buna şahiddir. Bu cür xarakterlərə malik olan kişinin şəhid tərbiyəsi düşməni həddən çox qorxudan xarakterlərdən biridir. Və sonuncu xarakterinə toxunmaq istəyərdik və çox mühümdür, transformasiyaçılıq. Yəni, həmişə dəyişim və inkişaf yolunda addım. Güclü tendensiyası var, güclü meyilləri var dəyişimə və inkişafa. Onu tanıyanlar onun dəyişim və inkişaf tərəfdarı olduğunu bilirlər, mütləq və buna imanları var, inanırlar. Bu xüsusiyyət onun dərslərində və mühazirələrində, müzakirələrində və təhlillərində də özünü indiyə qədər göstərib. Və o qədər önəmli və mühüm xüsusiyyətdir ki, İranın bugünkü həssas dönəmi adlamağında və inşallah bütün sahələrdə hərbi, önəmli təhlükəsizlik, kiber və iqtisadi sektorlarda onun bu ciddi dəyişim və inkişaf ruhiyyəsi İranı azadlıq sevərlərin mərkəzi olaraq bir çox ekspertlər inanırlar ki, çox irəli və yuxarı aparacaq inşallah. Və bizim sonuncu məsələmiz budur ki, İnqilabın şəhid lideri haqqında həmişə bir deyim var idi, onu biz təkrar edirdik. Deyirdik ki, o lider olmasa, yəni lider olmasa belə çox xüsusi insan idi, əcib, qərib xarakterləri var idi şəhid İmam Seyyid Əli Xameneyinin. Və hətta lider olması səbəb oldu ki, onun çox xüsusiyyətlərini biz tanımayaq. Onun tanıyanlar, onunla görüşənlər bilirdilər ki, xüsusi insani kamillikləri və fövqəladə fiziki və mənəvi və zehni qüdrəti var idi bu kişinin. İndi həmin xarakterlər ötürülüb bizim yeni İmam Seyyid Muştəba Xameneyiyə. Bu xüsusiyyətlər Muştəba Xameneyinin ruhiyyəsində hətta artıqlaması ilə ortaya çıxıb. Və 2 gündür, yəni dünən bu gecədən bu tərəfə bütün siyonist, İngilis və Amerika mediaları şiddətli narahatçılıqlarını bildirirlər. Hətta səhv eləmirəmsə Washington Post idi, belə bir söz dedi ki, yalnız Trump kimi adam bu axmaqlığı edib bunu bacara bilərdi ki, Xameneyini 30 yaş cavan Xameneyi ilə əvəz etsin. İnşallah zuhur ərəfəsində və qələbə günlərinin yaxınlığındayıq inşallah.
Fəth surəsini və təvəssül duasını oxumağı və məxsusən də yeni imamımızı və rəhbərimizi məxsusi dua etməyi unutmayaq. Sübh yaxındır, sizləri sübhün sahibinə əmanət edirik.